Salyan rayonunun Babazanlı yaşayış massivində yerləşən və bir əsrə yaxın yaşı olduğu ehtimal olunan nadir tikillərdən biri bugün də sakinlərin istifadəsindədir. Özünə məxsus memarlıq üslubu ilə seçilən bu bina həm yerli sakinlərin yaddaşında, həm də bölgənin tarixi simasında xüsusi yer tutsa da, demək olar ki, qəzalı vəziyyətdədir. Gəlin sujeti izləyək. Zamanın sınağından çıxan 2 mərtəbəli, divarları taxta örtüklü yaşayış binası. Görüntülər Salyan rayonunun Babazanlı yaşayış massivindəndir. Sakinlərin dediyinə görə bina öz arxitekturası ilə seçilən və bu günümüzə qədər gəlib çatan yeganə tikililərdəndir. Ötən əsrin 50-ci illərində inşa olunan binanın özəlliyi odur ki, Alman əsirləri bu evi məhz taxta ilə inşa ediblər və evin üzərinə, binanın üzərinə xüsusi formada taxtaları düzüblər ki, bu da binanı ətraf yan təsirlərdən qoruyur. Bu tip örtük üsulu vaxtilə ustaların həm zövqünü, həm də praktik düşüncəsini əks etdirən nadir memarlıq elementlərindən hesab olunur. Sakinlərin dediyinə görə taxtalar tamamilə meşə ağaclarından hazırlanıb. Binada hazırda 6 ailə yaşayır, lakin onlar deyir ki, bina bir dəfə də olsun təmir edilməyib. İndi qəzalı vəziyyətə düşən binanın taleyi sakinləri çox maraqlandırır. 66-cı ildən, düz 60 ildir burada yaşayırıq. 13 yaşımdan buradayam. Ev özü yaxşıdır, yayda sərin olur, qışda isti olur, yaxşı olur, amma təmirin yadını görməmişik ki, bu indiyənəcən gəlib buralığı təmir eləyərlər. Tarixi deyə 51-ci ildə tikilib, özü Almanlar tikib buranı. Ancaq çırtırlayır da axşamacan hamısı, köhnə olduğuna görə. Külək əsəndə ölülük ki, uçulacaq. İstəyirik gəlsinlər, təmir eləsinlər, bizə də xoşdur. Bu binada yaşayırdım, 20 ildən yuxarıda bu binada yaşayıram. Əvvələ qəşəng bina idi. İndi hası prosta köhnədir, indi çox böyle dözümsüzdür. Ağır maşın gedəndə sirkələnir. Yəni bura baxmıyorlar. Otaqlar zatda hamısı yaman gündədir. Mən gedimdə bir dəqiqə anamgillə yaşayıram. 5-6 ildir. Toklar zadı köhnə, Allah ilə qarası işıqdır, küləkdir, yağışdır, oldu. Yəni qorxulu vəziyyətdə. Tarixi mənbələrə görə bu tipli binalar 19-cu əsrin sonu, 20-ci əsrin 30-cu illərinə qədər geniş yayılıb. Bu tikili daha çox cənub bölgəsi memarlığına, qismən də Aran zonasında, xüsusilə Salyan və Neftçalada rast gəlinən köhnə yaşayış evlərinə bənzəyir. 8 mənzildən ibarət olan binada yaşayan sakinlər deyir ki, binanın tarixi əhəmiyyəti olduğundan təmir olunub qorunmalıdır. Mən də istəyirəm ki, remont olunsun, qəşəng, təmir olunsun, tarixi abidə kimi qalsın. Bundan çoxdur burada. Yəni bir də taxta bina budur. Tarixi abidə kimi sürük qalsın. Ekspert Allahverdi Piriyev düşünür ki, bu cür arxitekturalı binaların təmiri və yerli əhəmiyyətli abidəyə çevrilməsi olduqca vacibdir. Çünki bu cür binalar təkcə yaşayış yeri kimi yox, həm də keçmişin izlərini yaşadan nadir memarlıq nümunələrindəndir. Biz keçmiş tariximizi yaşatmaq üçün biz onları ən azından yerli abidə kimi qoruyub saxlamalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur. Mən hesab edirəm ki, yerli idarəetmə bələdiyyələr, icra strukturlar özləri də buna nəzər yetirməli və yerli abidə kimi olan qorunub saxlaması ilə Salyanın tarixinə bir daha işıq salmış olacaq və gələcək nəsillərə bunu düzgün ötürməyi bizə kömək edəcək. Binanın taleyi ilə bağlı Salyan Mənzil Kommunal Təmir Tikinti MMC-yə sorğu göndərdik. Qurumdan şifahi olaraq bildirildi ki, bina hazırda müəssisənin balansındadır. Sözügedən binada yalnız dövlət proqramı çərçivəsində bərpa və restavrasiya işlərinin aparılması mümkündür.